Sabirabad, günəşli torpaq adı ilə tanınan qədim yurt yerimiz. Azərbaycanın təbiət abidəsi, Muğam torpağı. Zamanı çox sərt küləklər əsib onun başı üzərindən. Ancaq dəyanətini, məğrurluğunu heç vaxt itirməyib, tarixin gözünə dik baxıb həmişə. Əmir Teymurun, Şah Abbasın, Nadir Şahın izləri var bu torpaqda. Onun hər qarışından tarixin qoxusu gəlir. Araz burada qovuşur kürə. Min illərin həsrətlisi kimi görüşür onlar. Sanki yer də, göy də bu görüşə sevinir. Bu görüşdən ətraf çöllərə də pay düşür. Dan yeri söküləndə, günəş qürub edəndə bu yerlərin mənzərəsi bir başqa olur. Elə bil hər yan sehirli bir rəngə boyanır. Bu mənzərəyə, bu ilahi gözəlliyə baxdıqca böyük yaradanın ucalığına bir daha şükür edirsən. Çaylar zaman-zaman xeyir-bərəkət rəmzi olub. Torpağa həyat verib, süfrələrə ruzu gətirib. Ona görə Kür də, Araz da insanlar üçün çox əzizdir. Baba Səmid türbəsi. Sabirabadın Şıxlar kəndindəki bu dini ocaq yerli insanların ümid yeri olub həmişə. Dünyanın sirli məkanlarından biridir bu türbə. Haqqında çox əfsanələr, rəvayətlər dolaşır. Zamanın uzaq üfüqlərindən boylanır Baba Səmidin adı. Xalqın qəlbində uca məqamları yaşadanlara bir dərin sevgi olub həmişə. Bunlar insanlığın mənəvi xəritəsində yol göstərən işarələrdir. Sabirabad Tarix Diyarşünaslıq Muzeyi.
Keçmişimizə ehtiramın rəmzidir bu məkan. Uzaq əsrlərin səsi var bu eksponatların sükutunda. Sanki zaman, tarix burada dincəlir, 100 illərin yorğunluğunu alır. Nənələrimizin, babalarımızın özləri kimi şirin xatirəsi var bu əl işlərində. Hərdən adama elə gəlir ki, onlar bu uzun qış gecələrində o uzaq illəri yada salıb kövrəlirlər. Muzeyin bir güşəsi də bu torpağın adlı sanlı sənətkarı, SSR xalq artisti Lütfkar İmanovun xatirəsini yaşadır. Bu torpaq çox sənətkarlar yetişdirib. Burada Mil düzünün, Muğan düzünün, Şirvan düzünün qovuşduğu bu məkanda nəhayətsizliyin təzahürü insan ruhuna yaradıcılıq eşqi gətirir. Rəssam Fərhad Əsgərov da 40 ildən çoxdur ki, bu sənət sevgisini kətana köçürdür. Onun çəkdiyi mənzərələr bu torpağın ecazkar rəngləri ilə nəfəs alır. Elə işlədiyi portretlər də bu ovqatdan xəbər verir. Aran çığırtmasının özgə dadı var. Ancaq illə deyirlər ki, əsas şərt əlin duzundadır. Əlin bərəkətidir yeməyə dad verən. Sabirabadda isə deyirlər ki, bizdə bişirilən kənd çolpasının çığırtmasının dadlı olmasının sirri əlimizin duzu və Aran torpağının bərəkəti ilə bağlıdır.
İnsan zamanla həmahəng yaşayır. Bu sözün mahiyyətini bir əsrə yaxın ömür sürən Sayad Babaya baxanda anlayırsan. Gəncliyində tarix fənnini seçməsi də bəlkə elə bununla bağlıdır. Onun bütün ömrü 20-ci əsrdəki keşməkeşli hadisələrin fonunda keçib. Yəqin zəhmətə vurğunluğu da seçdiyi fənn öyrədib ona. Uzun illər məsul vəzifələrdə çalışıb, ancaq heç vaxt işdən, gücdən, zəhmətdən ayrılmayıb. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Bu məscid ulu öndərimiz Heydər Əliyevin adına ucaldılıb. Ümummilli liderimiz daim dini, mənəvi dəyərlərə yüksək qiymət verib. Tarixən böyük şəxsiyyətlərin adına məscidlər tikilib. Onların ali dəyərlərə ehtiramını xalq bu cür yaşadıb. İlahi yola səsləyən məscidlər insanlığın istinad nöqtəsidir. Şəhidlər, əbədiyyət yolçuları. Onlar müqəddəs bir dəyərin daşıyıcılarıdır. Onlar tariximizə şanlı səhifələr yazıb, bizə başucalığı gətirib, öz ölümləri ilə ölməzlik qazanıblar. Sabirabad torpağı Qarabağ savaşında 277 şəhid verib. 100 illər keçəcək, nəsillər dəyişəcək. Onlar isə həmişə ilə bu yaşda bahar kimi cavan qalacaqlar.
Məşhur bir söz var. Tarixi böyük şəxsiyyətlər yaradır. Onlar zamanı dəyişir, ona bəlli bir istiqamət verir və bəşəriyyət min illərdir bu həqiqətə şahidlik eləyir. Xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də belə dahi şəxsiyyətlərin sırasındadır. Sabirabad şəhərindəki Heydər Əliyev mərkəzi də ulu öndərimizə tükənməz xalq məhəbbətinin təcəssümüdür. Zaman insandan fədakarlıq, sevgi, ucalıq istəyir. Bütün bu ali keyfiyyətlər vətənə, doğma torpağa məhəbbətdən su içir. Gündən-günə yeniləşən, müasirləşən Sabirabadın mənzərələrinə baxanda bir daha bu həqiqətə əmin olursan. Bu yurdun zəhmətsevər insanlarına ürəyində bir minnətdarlıq duyğusu baş qaldırır. Fərəhlə bura mənim vətənimdir deyirsən. Və bu vətəni gözəlləşdirib sabaha aparan insanlar bir daha gözündə ucalır.